Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Brilliant Dadaşova özəl televiziya kanallarındakı mövcud vəziyyətdən danışaraq aparıcıları sərt iradlar bildirib. Xəbər verilir ki, sənətçi çıxışı zamanı bəzi aparıcıların efir mədəniyyətinə və peşkarlıq prinsiplərinə əməl etmədiyini vurğulayıb. O, şəxsi maraqların və reyting xətrində səviyyəsiz mövzuların ön plana çəkilməsini tənqid edərək televiziyanın maarifləndirici və mədəni missiyasını itirməməli olduğunu deyib. Xalq artisti Mehriban Zəki 20 yanvar faciəsi ilə bağlı paylaşım edib. Xəbər verilir ki, aktrisa 36 il əvvəl baş vermiş faciə ilə əlaqəli yazdığı sətirləri izləyicilərlə bölüşüb. Güllər gözəl, güllər ətirli qırmızı qərənfilləri sevmirəm. Bu misraları 36 il əvvəl yazmışdım. Qeyd edək, 20 yanvar faciəsindən 36 il ödür. Haqsızlıqlardan və əzizlərimin itkisindən çox yorulmuşam. Sağım solum boş qalıb. Xəbər verilir ki, bu sözləri müğənni Nazənin Salayeva deyib. O itkilərindən danışaraq kədərlənib. Haqsızlıqlardan və əzizlərimin itkisindən çox yorulmuşam. Sağım solum boş qalıb. Əvvəl ölümdən çox qorxurdum. Yaslardan tez çıxıb gedirdim. Amma indi qorxmuram. Çünki atam, anam, qardaşlarım, sevdiyim insanlar hamısı oradadır.